əməliyyat lazımdır. Deyirsiniz ki, həkim mən gəlmişəm, mənə bu əməliyyatı icra et. Baxıram, müayinə edirəm, deyirəm ki, bu əməliyyat sizə göstəriş deyil. Ümumiyyətlə bu əməliyyatın icrasına ehtiyac yoxdur. Və durub hərdən mənə belə bir təhər baxırsınız. Ki, bu nədir? Belə şey olar. Həkim deyir, əməliyyat lazım deyil. Əzizlər, hər bir əməliyyat əlaqələndirilmiş olmalıdır. Hər bir əməliyyat orqanizm üçün travmadır. Əməliyyat lazımdırsa, göstəriş varsa, onu icra edirik. Yox, göstəriş yoxdursa, deməli burada əlavə travmaya da ehtiyac yoxdur. Biraz bu haqda düşünün. Nədənsə cəmiyyətimizdə qadınlar son vaxtlar görürəm əməliyyata çox meyilli olurlar. Göstərişlər qalır kənarda, göstərişsiz əməliyyatların sayı en qədərdir. Gəlin əməliyyat lazımdırsa, bunu göstərişlə edək. Onsuz da ehtiyac olanda biz əməliyyatımızı icra edirik. Əgər ehtiyac yoxdursa, sizə niyə travma verək?